Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, bu formada bir dövrü alqoritmi verilib və ilk olaraq x dəyişəni təyin edilib və dəyişənə bir siyahı verilib. Daha sonra x.reverse əmri ilə o tərs sıraya, yəni cari sıranı tərsinə çeviriblər, ediblər 7, 8, 3, 2 və 5. Bu formaya gətirilib. Daha sonra n dəyişəni götürülüb və n-ə nə qiyməti verilib? N bərabər edilib x-in uzunluğuna, yəni ki, onun elementlərinin sayına 5-ə bərabər edilib. Bura qədər tamam, bura qədər gəldik. Bundan sonrasına baxaq. Deməli, for in range 1-dən n çıx 1-ə qədər, yəni ki, n çıx 1 neçədir? 4-ə qədər. Formada bir dövrümüz götürülüb. Gəlin baxaq, yəni sırası ilə dövrü icra edək. i-yə bir qiyməti verək və dövrə daxil olaq. Nə deyir ilk əmrində? x.insert i4. Deməli, bu insert əmri bizdə nə işə yarayır? I indeksinə 4-ü daxil edir. I nədir? 1. Baxın, yəni baxın buradakı bu hissəyə, yəni 0-dan 1, 2, 3, 4. Bu 1 hissəsinə nə edəcək? Həmin o 4-ü daxil edəcək. Yəni ki, x-in yeni halı bu formada olacaq. 7, 4, 8, 3, 2, 5. Bu halı gələcək. Daha sonra yenə geri qayıdacaq. i-nin 2 qiymətində bir daha həmin o daxil etmə prosesini icra edəcək. Amma bu səfər hansı indeksə daxil edəcək? İkinci indeksə daxil edəcək. Yenə 4-ü daxil edəcək. Yəni ki, bu hala gətirəcək. 4, 4, artıq ikinci indeksdəyik. Nə edəcək? Bura bir dənə 4-ü daxil edəcək. 8, 3, 2, 5. Yəni siyahının yeni halı bu formada olacaq. Sonra i-nin 3 qiymətində bir daha nə edəcək? 4 daxil edəcək. Amma hansı indeksə daxil edəcək? 3-cü indeksə daxil edəcək. 7, 4, 4. Baxın, artıq 3-cü indeksdəyik. Bura nə daxil edəcək? Bir dənə 4-ü daxil edəcək. Daha sonra 8, 3, 2, 5. Bu halda yazacaq. i-nin 4 qiyməti var? Yox. Nəyə görə? Çünki biz demişik ki, sonuncu qiymətlər nəzərə alınmır. Ona görə nə edirəm? Dövrü burada saxlayıram. Daha sonra aşağı düşürəm. Nə deyir? Del x len x çıx 1. Bu nə deməkdir? Del. Bizdə del, baxın bu kvadrat mörtəzə daxilindəki indeksdəki elementi silmək üçündür. Del x daxilində nə deyil? Len x çıx 1. Yəni ki, x-in uzunluğundan 1 çıxaq. Çıxaq. X-in uzunluğu nə qədərdir bizdə? 8-ə bərabərdir. 1 çıxanda neçədir? 7 edir. 7-ci indeksi deyir sil. Bax, 7-ci indeks hansıdır? 0, 1, 2, 3, 4, 5, 6, 7. 7-ci indeks ən sonuncu indeksdir. Nə edirəm? Sonuncu elementi silirəm. Sonuncu elementi sildikdə x-in yeni halı bu formada olur. 7, 4, 4, 4, 8, 3, 2. Daha sonra nə edirəm? Bunu sort əmri icra edirəm. Sort əmri nə edir? Artan sırada düzür. Gəlin düzək. Artan sırada düzdükdə nə hala düşür? Baxaq. 2, 3, 4, 3 dənə 4'üm var. Hamısını arda yazıram. Daha sonra 7, 8. Sonra nə edirəm? Bunun özünü çap edirəm. Və nəticə olaraq baxıram. Variantlardan hansı mənə uyğun gəlir? Bizdə uyğun gələn variant Y variantı olur ki 2, 3, 4, 4, 4, 7, 8.